Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci Allah Teala'ya çoxlu şükürlər olsun. Allah Teala bizə böyük nemətlər verib. Və sonra sevimli qardaşlar, axir zamanda fitnələr çox olacaq və çoxalacaq. Ona görə də fitnələrdən qaçmaq lazımdır, çəkinmək lazımdır. Və Resulullah sallallahu aleyhi və səlləm buyurdu ki, məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Yəni, bu onun işarədir ki, yəni, Resulullah sallallahu aleyhi və səlləmdən sonra çoxlu ixtilaflar olacaq və insanlarda dəyişiklik olacaq və vaxt gəldikcə qiyamətə yaxınlaşdıqca və fütuhatlar deyirlər, yəni İslam dövlətləri çoxaldıqca, genişləndikcə, yəni fikirlər də dəyişilir, insanlar da və nə deyir, fitnələr də çoxalacaqdır. Və həm də artıq qiyamət günü yaxınlaşdıqca şər və fitnələr də çoxalır. Ona görə müsəlman həmişə üzərinə düşəni, tələb olunanı yerinə yetirməlidir ki, o ixtilaflardan, fitnələrdən uzaq olsun. Və bəzən olur ki, insan bilmir, o fitnədir, o şərdir. Ona görə də ən birinci insan onu bilməlidir. Öz yolun, öz əqidəsin və onun nəticəsin və görürsən ki, bugün gənclərimizin çoxsu fitnəyə düşüb, uyublar fitnəyə, şərrə, şər insanlara. Görürsən ki, öz ölkələrinə qarşı fitnəyə, fəsada gedirlər və öz ölkələrində fitnə, fəsad salırlar, qarşı durmalara yaradırlar və bunlar da heç də xeyrə gedmir, şər olur, daha da pisləşir. Və ona görə bunları bilmək, bəzi məsələlər var ki, bəzi şərtlər var ki, və onları bilmək lazımdır ki, sən fitnəyə düşməyəsən və fitnədən uzaq durasan. Ən birinci, hər bir işdə olduğu kimi Allahdan qorxmaqdır. Və Allahdan qorxmaq insanı çox şeydən uzaqlaşdırır. Yəni, pislərdən, haramlardan, şərdən. Çünki Allah Teala onu qoruyur. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجَعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Kim Allahdan qorxarsa, Allah Teala onun üçün bir çıxış yolu nəsib edir. Çıxış yolu göstərir, çıxış yolu verir. Və onu gözləmədiyi bir yerdən ruzulandırır. Və وَمَنْ يَتَّقِ اللّٰهَ يَجَعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا. Kim Allahdan qorxarsa, onun işlərini asanlaşdırar. Və Allahdan görürsünüz, qorxan insanı Allah Subhanahu Teala neynir, qoruyur. Və Allah Teala onun üçün bir çıxış yolu nəsib edir və göstərir və onu xilas edir. Və Allahdan qorxmaq lazımdır. Və Talq ibn Həbibin yanına gəlib soruşdular ki, təqva nədir? Fitnə olanda nətər təqvalı olar? Təqva dedi, odur ki, Allahın itaətində olmalısan. Allaha itaət eləməlisən. Və Allahın nuruna. Yəni, Quran və sünnə işığında. Təqva deyəndə sadəcə dillə deməklə olmur. Allahdan mən qorxuram deməklə olmur. Ona görə mütləq nədir? Quran və sünnə işığında olmalıdır. Və həmçinin Allah Teala'nın rəhmətini istəyərək. Yəni, Allah Teala'nın qəzəbindən qorxmalısan və rəhmətini istəyirsən. Ona görə də şər törətmə. Sən fitnə törədəndə, fitnəyə girəndə görürsən, orada qarma-qarşılıqlar olur. Orada ölüm olur, orada təcavüz olur, orada qan tökülür, orada həcməclik olur. Fitnə, yəni fitnədə heç vaxt xeyir şey ola bilməz. Və sən nədir? Allah Teala'nın rəhmətini istəyirsən və Allah Teala'nın nuruna, yəni buyurduğunla gedirsən və Allah üçün günahları tərk edirsən və Allah Teala'nın əzabından qorxursan. Yəni, təqva budur. Və sən əgər təqva əhlisənsə, yəni yaxşı və əlbəttə ki, sənin üçün fitnədən, fəsaddan artıq uzaq durmaq üçün səbəblərdən birisini artıq tutmuş olursan. Və həmçinin kitab və sünnədən möhkəm yapışmaq lazımdır. Yəni, Quran və sünnədən. Quran Allahın kəlamıdır, Allahın əmirləridir. Quran-ı Kərim haqqı batildən ayıran bir kitabdır. Quran-ı Kərim insanlara doğru yolu göstərən bir kitabdır və ona görə də
bayaq yuxarıda qeyd etdim ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, məndən sonra kim yaşayacaqsa çoxlu fitnələr görəcək, ixtilaflar görəcəkdir. Və sizə sünnəmi və Raşidi xəlifələrinin sünnəsini, deməli, onları tövsiyə edirəm və onlardan arxa dişinizdən tutun. Möhkəm yapışın. Yəni, insanda ən güc verib yapışan tərəf arxa dişlərdir, yəni güclüdür. Yəni, onun imşarə eləyik. Yəni, çox güclü şəkildə ondan tutun. Və bidətlərdən, yeniliklərdən çəkinin. Çünki onlar yeniliklərin əsli yoxdur deyə, hər bir şey yenilik gətirir, hamısı da bir-birinə sonra ixtilafa düşür. Və nədir? Hər bir yenilik də bidətdir, dəlalətdir. Və ona görə də nədir? Allahın Rəsulunun yolundan tutmaq lazımdır, getmək lazımdır. Və həmçinin Raşidi xəlifələr. Raşidi xəlifələr kimdir? Əbu Bəkirdir, Ömərdir, Osmandır, Əlidir. Radiyallahu teala anhum əcməin. Yəni, bunları ayırmaq olmaz. Yəni, bu birinci niyə olmadı? Belə şeylər olmaz. Onlar hamısı, yəni o vaxtki insanlar Allahdan bizdən ən çox qorxanlar idi, dini ən çox bilənlər idi və kimin kimdən əvvəl və ya sonra olmasını daha düzgün bilənlər idi. Çünki onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında dərs almışlar. Və onlar bizim üçün hamısı əzizdir və onlar hamısı bizim üçün xeyirlidir. Və biz hamımız onların yolunu getməliyik. Yəni, burada bir məsələ var. Elə bilərlər ki, onlar da özlərindən, yəni Rasulullah sallallahu aleyhi və səlləm dedi axı, məndən sonra çoxlu ixtilaflar görəcəksiniz, sünnəmi və Raşidi xəlifələrin yolun, sünnəsindən. Yəni, bu o demək deyil ki, onlar yeni sünnələr gətirəcəklər dində. Xeyr, sadəcə onlar dini Allahın və Rasulunun buyurduğu kimi düzgün başa düşür və düzgün nəticələr çıxaracaqlar. Və əlbəttə ki, alimlərimiz var. Yəni, onlardan sonra, onlara vəhiy gəlmir. Və onlar düzgün, yəni rəy və düzgün ağıl, düzgün qərar verdiklərinə görə, yəni dini bildiklərinə görə düzgün qərar verirlər. Və həm də həmçinin onlardan sonra gələn başqa məsələn hədislər və ayətlər nədir? Bu dəlildir ki, onlar, yəni biz onların ardıcan getməliyik. Və Rasulullah sallallahu aleyhi və səlləm xəbər verdi ki, yəni çoxlu ixtilaflar olacaqdır. Və həmən də fikir veri nə dedi? Dedi ki, hər bir yəni bidət törətməkdən çəkindirdi. Bidət, yəni yenilik gətirmək, dini adından istifadə eləmək, dini adı olmayan şeyləri eləmək, gördün mü? Həmən o ixtilaflar olacaqdır və işarəni nə üçün vurdu Rasulullah sallallahu aleyhi və səlləm? Dedi ki, hər bir yenilik bidətdir və bütün bidətlər nədir? Dəlalətdir və zəlalət də nədir? Cəhənnəmdir. Cəhənnəmdir. Və ona görə də nədir? O xurafatlardan çəkinməlisən. Bugün çoxsu bidəti yayır və onlardan danışanda xoşları gəlmir. Yəni, söyürlər, təhqir edirlər, yalan danışırlar, böhtan atırlar. Qardaş, əgər sən doğru yoldasansa, niyə görə hisslənirsən? Əgər sən doğru yoldasansa, sən də dəlillə, sübutla danış. Nə üçün qəzəblərini təhqir edirsən? İttihamlar edirsən və yaxud da öldürürsən? Yəni, sən düzsənsə, narahat olma. Haqq həmişə qalacaqdır. Heç vaxt narahat olma. Və əhl-i sünnə yolu nədir? Onlar deyir, yağışa bənzəyirlər, buluda. O bulud hara gedir, yağış yağır. Orada nə inir yağış? Göy çəmənliklər olur, gül çiçək olur. Yəni, insanlar sudan istifadə edir, heyvanlar sudan istifadə edir, təbiət sudan istifadə edir. Yəni, fayda olur. Əhl-i sünnə də hara düşdü? İnsanlar arasında doğruluq, dürüstlük, iman, təmiz, yəni, əxlaq və hər şey nədir? Xeyr olur. Və həm də heç vaxt əhl-i sünnə və cəma dəvətçiləri heç vaxt nədir? Qəzəblənməyiblər. Hamısına baxsan, görərsən ki, çox sadə bir həyat yaşayıblar. Və onların ölümlərinə baxsan bəzilərinə. Halbuki ki, bunlar min illərdir, onlardan istifadə olunur tarixdə. Baxmayaraq ki, İslamın uzaq bir elmdən uzaq, inkişafdan uzaq bir din kimi göstərirlər. Düşmənlərimiz, əfsuslar olsun ki, bizim övladlarımız da onlara uyub, o fitnəyə uyub, o şərrə uyub gedirlər. Amma görürsən ki, nədir? Hələ bugün də onlardan istifadə edirlər. Hər bir məsələdə. Və nədir? Ona görə də sən bu fitnələrdən nədir? Uzaq düşməlisən, uzaqlaşmalısan. Və o
əhl-i sünnə alimləri də nədir? Həmişə gözəl şəkildə dəvət ediblər. Və onlar heç vaxt ölsələr belə bilirdilər ki, onlar öləcəkdilər. Amma Allah Teala Quranı qalacaqdır. Çünki Allah Teala Quranda buyurur ki, biz bu zikri, Quranı nazil etdik və biz onu qoruyub saxlayacağıq. Və biz bunu kommunistlər dövründə də gördük. Özləri məhv oldular, yox oldular. Amma Allah Teala'nın dini qaldı və qalacaq həmişə. Və ona görə də heç narahat olmağına dəyməz. Və görürsən ki, o qışqırıq haray salmaq, söyüş sövmək, təhqir eləmək, böhtan atmaq, nədir, kimlərin işidir? Onlarda çatışmayan şeylər var. Onlar da bilirlər ki, düzgün deyil. Yəni, onlar bilirlər ki, haqq üzərində deyil. O da onları yandıran, o da onlara təsir edir. Elhamdülillah, səndən deməkdir. Qəbul eləyər, özü bilər, qəbul eləməz. Yəni, Allah Subhanahu Taala hesabını çəkəcək. Heç kəs heç yerə gedə bilməyəcəkdir. Yəni, heç vaxt etdiyi əməldən sorumlu deyil deyən bir söhbət yoxdur. Hər bir şey sorumludur. Necə ki, Allah Teala buyurur, səndən deyir, dəvət etmək, çatdırmaq, hesaba çəkmək bizdəndir. Yəni, biz hamısının hesabını verəcəyik, narahat olma. Və əhlüsünnə də heç vaxt narahat deyil. Elhamdülillah, yəni gözəl şəkildə, səbirlə, əxlaqla dəvət edək. Və ona görə də nədir? Təqvalı olmaq daha xeyirlidir, daha münasibdir və Quran və sünnədən nədir? Tutmaq daha xeyirli, daha əfzəldir. Və həmçinin bir məsələdə tələsməmək, gözəl mehriban olmaq, gözəl şəkildə, bayaq qeyd etdiyim kimi, dəvət etmək. Və məsələn, bir şeydə tələsir bəziləri. Yəni, hər şey, sən o Rasulullah sallallahu aleyhi və səlləm bir düz xət çəkdi və düz xəttin yanında xətlər çəkdi. Dedi, o ayəti oxudu, bu mənim doğru yolumdur və bu yolu gedin. Yəni, şeytanın yollarına dönməyin. Yəni, qısa yollar sənə rahat gəlir. Allahdır sənə güyamış şeytanlar, insan cildində olan və şeytanlar var ki, sənə aldadırlar. Ki, sən bu yoldan, yəni Allahın yolundan səni saptırıb, azdırıb, yəni qısa yolu göstərirlər ki, sənə güyamış xeyrə tez çatacaqsan. İnqilab edəcəksən, hakimə qarşı çıxacaqsan, hakimiyyəti dəyişəcəksən, düzələcək. Və yaxud da, məsələn, partlatacaqsan, cihad edəcəksən, dağıdacaqsan, belə şeylər cavanlarımızı körlüyüb. Yox, sən o yolu gel. Yəni, o Allah Teala'nın əmri gələn vaxt var, istəyən vaxt var. Hər şey özü yavaş-yavaş düzələcək, yoluna düşəcək inşallah. Sən sadəcə öz yolunu getməlisən, doğru yolu getməlisən. O şeytanı yollara getmək olmaz. Uzun olsa da o yol, sən o yolu, doğru yolu tutub getməlisən. Və ona görə də nədir? Tələsmək olmaz. Və məsələn, bəziləri bilmir. Həmçinin necə ki, böyük sahabələrdən birisi, 4 Abdullahdan birisi, Abdullah ibn Məsud radiyallahu anhu, deyir, sonra deyir, oxşar məsələlər olacaq bir-birə. Çox oxşayan məsələlər var. Çaşır adam, yəni bilmir, başa düşmür, çətin olur. Və ona görə də bəzi insanlar var ki, necə ki, hədisdə gəlib, xeyrin açarıdır. Yəni, xeyr qapıları onlardadır. Və onları nədir? Xeyrə tərəf dəvət edirlər, xeyrə tərəf çağırırlar və şərri bağlayırlar, həmişə şərdən çəkindirirlər. Necə, hədisdə gəlib bu. Və onlar xeyirli insanlar da, onların ardıcan getmək lazımdır. Və həmçinin elə insanlar var ki, xeyri qapısını bağlayıb, şərri qapısını açırlar. Ancaq şərrin yayılmasına, fitnənin yayılmasına səbəb olurlar. Və ona görə də elə adamlardan uzaq durmaq lazımdır, tələsmək lazımdır, yəni məsələləri aydınlıq gətirmək lazımdır və şübhələri dalından getmək olmaz. Özünüz görürsünüz, indi şübhələr daha çox yayılır, daha çox yayılır. Və həmçinin cəmaatla bir yerdə olmaq, müsəlmanların cəmaatla, müsəlmanlarla bir yerdə olmaq, həmişə yaxşı da, pisi də olsa, müsəlmanlarla bir yerdə olmaq lazımdır. Xüsusən də hakimlərlə, hakimin ətrafında olmaq lazımdır. Nə görsən belə də, nə olsa belə də səbir eləməlisən, onun üçün xeyr dua eləməlisən, həmişə yanında olmalısan, ətrafında olmalısan və ona arxadayaq olmalısan. Yəni, hakimin olmaması, cəmaatın da olmaması deməkdir. Dağılması deməkdir, ölkənin də olmaması deməkdir. Başsızlıq, özbaşınalıq, anarxiya və s. Fitnə, fəsad, şər
çox gəlir və bunu görürük də. Məsələ bundur ki, hamısını görürük, gözümüzün qabağında olur bunlar. Və müsəlmanların evladlarını alladı. Boş xəyal, şeytan boş vəd verən kimi şeytanı fikirlər, xəyallar və kim onları hansısa ölkədən gözləyirsə ki, onun ruzisi bol olacaq və yaxud da onun pulu çox olacaq və o yaxud da o yaxşı yaşayır, o gedib tövbə etməlidir. O tövhidi bir öyrənməlidir, çünki ruzi verən də, alan da Allahdır. Və ona görə də nədir? Bu şərdən uzaq durmaq lazımdır. Cəmaatla bir yerdə olmalıdır. Yəni, hakim olmasa cəmaat da olmalı. Və onlar bir-birinə bağlı məsələlərdir. Və ona görə də necə ki, hədisdə gəlir, cəmaat olun bir yerdə, çəkindirir parçalanmaqdan, dəstələrə bölünməkdən. Və həmçinin Resulullah sallallahu başqa bir hədis şərifində buyurur ki, siz ixtilaf eləməyin, sizdən qabaqçılar ixtilaf elədilər, həlak oldular. Və həmçinin Allah Taala'nın əli cəmaat üzərindədir. Yəni, cəmaat olan yerdə xeyir var, bərəkət var, yəni yaxşılıq var. Əlbəttə ki, bunlar bizə həmişə xeyir gətirir. Və ona görə də nədir? Cəmaatla həmişə bir yerdə olmaq lazımdır. Və indi bilirsiniz də, bir aydan sonra Ramazan gəlir, yenə də düşürlər, cəmaatı yayırlar, şək şübhə, orada ay görsəndi, burada ay görsənmədi, burada geç tuturlar, cəmaatı bölürlər neçə dəstələrə, biri oradan gedir, biri buradan gedir. Olmaz, bir yerdə, yəni öz yaşadığın yerlə getməlisən. Əlbəttə, yaxşı olardı ki, bütün ümmət hamısı yığılışıb bir yerə, bir qərar versinlər. Məsələn, hansılar ki, yaxındır bir üfüqdə olurlar, yəni bir xətti üzərində olurlar. Yəni, bu da qeyri-mümkündür. Çünki hal-hazırda bəzi yerdə axşamdır, bəzi yerdə günortadır, bəzi yerdə səhərdir. Biraz vaxt məsələsi də var. Əl-mühim, yəni, haradasansa orta cəmaata xilaf olmam. Yəni, cəmaatın əksinə getmə. Cəmaatla bir yerdə ol, səbirli ol, təmkinli ol. Və hər şey özünüz görürsünüz, getdikcə düzəlir, yaxşı olur. Məsələn, səhv eləmirəmsə 2006-cı ilə kimi bizdə heç Ramazan bayramı da yox idi. Rəsmi bayram kimi iş günü idi. Görürsən, indi bayram günü, əlhamdülillah, müsəlman ölkəsidir. Bunlar hamısı yavaş-yavaş düzələcək. Amma indi çıxır bəziləri, çıxır oraya cəmaatın şübhəsi. Ramazan qutarınca bu şübhə içində qalır, bilmir. Ramazana düz başladı, yoxsa başlamadı, düz qutaracaq, düz qutarmayacaq, qadir gecələri hansıdır. Hər şeytan da vəsvəsə verir. Yəni, bunlar həmişə olub. Ona görə də nədir? Tələsmək lazımdır, cəmaatla bir yerdə olmaq lazımdır. Və həmçinin alimlərlə bir yerdə olmaq lazımdır, böyüklərlə bir yerdə olmaq lazımdır, elmi bilənlərlə bir yerdə olmaq lazımdır. Yəni, onlara xəyanət eləmək olmaz, onlara qarşı çıxmaq olmaz, alimlərə qarşı çıxmaq, Quran və sünnəyə qarşı çıxmaqdır. Çünki ona xəyanət etməkdir. Və ona görə də nədir? Hakimlərə və alimlərə tabi olmalısan həmişə. Və Resulullah sallallahu aleyhi və səlləm də buyurur ki, Əl-bərəkətu mə'akabirikum. Sizin bərəkətdir, böyüklərinizlədir. Böyüklərinizin yanında nə qədər olacaqsınız, bərəkət olacaqdır, həmişə. Böyüklər də ki, əlbəttə, ailədə valideynlərdir, məsələn, ağsaqqaldır, ümumiyyətlə dövlət başçıdır, hakimdir, alimlərdir. Yəni, onlarla xeyr içərisində olarsan. Və ona görə də çalışmaq lazımdır ki, həmişə böyüklərlə bir yerdə. Bu günləri görürsən ki, bu problemlərin yaranmasında səbəb nədir? Xırdaların çıxmasıdır. Yəni, bəzilər deyir, bizə paxıllıq edirlər, bizi qoymurlar qabağa girmək, subhanallah. Görürsən ki, dini bilmir. Bilsəydə o sözü deməzdi, o böhtanı atmazdı. Çünki onu biz demirik, gördünüz mü? Resulullah sallallahu aleyhi ve sellem dedi. Və bizdən qabaq, hələ bunu 1500 ilə yaxın bundan qabaq sahabələr dedilər. Peyğəmbər sallallahu aleyhi ve sellemin silahdaşları, yoldaşları, yaxınları birbaşa Allahdan vəhiy olunanda görənlər dedilər ki, vaxt gələcəkdir. İndi deyir, alimləriniz çox, əməl eləyənləriniz çox, danışanlarınız azdır. Amma vaxt gələcək ki, əməl eləyənlər, alimləriniz az, danışanlarınız çox olacaqdır. Aydındır. Və hamısı bizi itaət etməyə, böyüyə, əmirə, alimə çağırır, bütün Quran və sünnə itaət etməyə çağırır. Amma gəlir, bir neçə dənə şey öyrənir, başlayır danışmağa, fətva verməyə, çıxır, oturur da, açır bir dənə kanal, oturur, nə gəldi danışır, müxalifdir dinə. Yəni, bunlar hamısı təhlükəli şeydir. Yəni, bu zamanda nədir?
Ona görə də fitnəli vaxta gəlsin. Danışanlar çoxdur, Allah bizi qorusun. وَإِذَا جَاءَهُمْ أَمْرٌ مِنَ الْأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُوا بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وإلى أولي الأمر منهم لعلمه الذين يستنبطونه منهم ولولا فضل الله عليكم ورحمته لاتبعتم الشيطان إلا قليلا. Və bu ayət şərifdə də görürsünüz ki, yəni bu ən güclü ayətlərdən birisidir. Nə deyir? Onlara deyir bir xeyir və bir şər, hər ikisi də fikir verir. Nə deyir? Gələn kimi həmən yayırlar, danışırlar. Bilmir o xeyirdir və bilmir şərdir və yaxud da bir dayanmaq lazım, baxmaq lazım, böyüklər buna nə deyir? Ola bilər, sən xeyir görərsən, xeyir deyil. Və onu nə deyir? Əgər deyir, onlar onu Allaha və Rasuluna qaytarsaydılar və üzərində olan əmir sahiblərinə qaytarsaydılar, yəni Quran və sünnəyə və əmirlərə, alimlərə qaytarsaydılar, nə deyir? لَعَلِمَهُ الَّذ۪ينَ يَسْتَنْبِطُونَ مِنْهُمْ. Onlar deyir, həmin adamlar deyir, hansılar ki, o məsələdən istinbat, yəni nəticələr çıxarda bilirlər. Onlar görürlər, bunun nəticəsi nə olacaq, bu nətər olacaq, bu düzdür, bu Quran və sünnəyə yəni ciddi, burada nətər bulunur. Onlar yəni elmdə oturuşanlar, elmdə bilənlər, onlar deyir, bundan istinbat çıxardarlar, düzgün rəy verərlər. Və onlar Allah Taala'nın deyir, fəziləti sizə olmasa, rəhməti sizə olmasa, şeytana çox uyardır. Gördüyünüz kimi ayət də açıq-aşkardır. Tələsmək lazım deyil və alimlərə müraciət eləmək lazımdır, bilənlərə, aydındır və hansılar ki, istinbatat çıxartır ondan. Və Allah Taala'nın bizə rəhməti, fəziləti olmasaydı, çoxunuz deyir, şeytana uyarır, şeytan yoluna gedər. Və həmçinin bayaq qeyd etdiyim kimi, gözəl şəkildə bir-birinə münasibət eləmək, diskusiya eləmək, debat eləmək və həmçinin çoxlu dua etmək lazımdır. Allahdan istəmək lazımdır. Allah Taala'dan bu istəmək, yəni dua etmək özü xeyir qapılarının açarıdır. Və Allahdan istəmək lazımdır ki, Allah Taala o xəstəliklərdir, bəladır, fitnədir, şərdir, onlardan bizi qorusun, onlardan bizi uzaq etsin və onlardan çıxış yolu versin bizə. وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ الدَّعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلِيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ. Yəni, əgər deyir, qullarım səndən məni soruşsalar, deyir ki, mən onlara çox yaxınam və dua eləyən hər birinin duasını qəbul edirəm. Elhamdülillah, duanı qəbul edir Allah Subhanahu. Sən də dua elə o şərdən, o fitnədən uzaq durmaq üçün. Və onlar da deyir, neynəsinlər? Deyir, onlar da mənə ibadət etsinlər, mənim çağırışlarımı qəbul etsinlər, yerinə yetirsinlər, iman gətirsinlər ki, ola bilsin ki, onlar doğru yola yönəlsinlər. Və gördüyünüz kimi, bunlar hamısı fitnədən çəkinmək üçün, fitnəyə düşməmək üçün səbəblərdir ki, bunlarda eləyəndə insan düşmür. Amma indi görürsən ki, cavan uşaqlardır, çıxıblar, nəsiyyət qəbul eləmirlər, nə cəmaatla bir yerdə deyirlər. Biri görsə ki, ümumiyyətlə mən heç kəsə qarışmam, gedib oturub tək. Biri qarışır, deyir, mən hamısına bir yerdəyəm, bilmir ki, kimləndir. Özü də bilmir, hərə bir şeylə. Biri oturur, məsələn, deyir, açıb indi internet vaxtıdır, açıb görürsən ki, qeyri-müsəlmanlar təbliğ edir, dindən danışır, bunların təsiri axtarır. Yəni, özümüz bilirsiniz də, belə şeylər çoxdur. Əlhamdülillah, müsəlman ölkələrini görürsünüz, Allah qorusun. Çox o qədər şər yayılır ki, milliyyət söhbətini atırlar, bir-birinə qarşı vuruşurlar, bir-birinə qarşı olurlar, torpaq söhbəti, nə bilim, nə daha, bütün daha az qalır ki, daha belə deyək də bölgə yox, məhəllə bölsünlər. O dərəcəyə çatır. Fitnənin şərri Allah bizi qorusun. Belə şey olar, müsəlmanın axırı birdir, Quranımız bir, dinimiz bir, Peyğəmbərimiz bir, bunlar nədir axır bu? Nədir bu? Çünki onlar şərə düşüblər, fitnəyə düşüblər, öz ağıllarıyla, öz istəklərlə, öz nəfsi ambisiyalarına görə gedirlər. Müsəlman ölkələri görürsünüz, xaraba qalır və başsız qalır, zəifləyir, təsiri atda düşür. Ona görə nə deyir Allah Teala Quranda da buyurur ki, ixtilaf eləməyin və bir-birinə vuruşmayın, bir-birinə döyüşməyin, zəifləyərsiniz, gücünüz çıxar, yox olar, düşmənlərə qarşısında məğlub olarsınız. Və olmaz belə. Biz həmişə birliyə, həmişə
haqq yola, doğru yola, düz yola çağırırıq ki, bunlardan uzaq uşaqlar, bu yəni fitnədən, fəsaddan. Allah Teala bizi qorusun. Allah Teala bizi şərdən, fitnədən, fitnə əhlindən, batildən qorusun. Çıxan, çıxmayan fitnələrdən qorusun. Çıxan, çıxmayan xəstəliklərdən qorusun. Allah Teala ölkəmizi əmin, aman içərisində etsin. Allah Teala ölkə başçımızı qorusun, ona güc qüvvət versin, haqq əhlindən etsin. Allah Teala müsəlmanlara kömək olsun. Allah əsgərlərimizi qorusun. Allah Teala hərbiçilərimizi qorusun. Allah Teala ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah Teala xəstələrə şəfa versin. Allah Teala borcluların borcu olmasın. Borcunu qaytarmaqda yardım etsin. Allah Subhanahu Teala bizə rəhm eləsin. Subhaneke Allahumma bihamdik, nəşhədən la ilahe illə əntə nəstəğfiruke və nətubu ileyk.